Ölkədə hər 100 min nəfərə düşən həkim sayına görə Azərbaycan bir çox ölkələrlə müqayisədə əlverişli vəziyyətdədir. Lakin həkimlərin böyük hissəsi iri şəhərlərdə cəmləşdiyindən regionlarda bir sıra ixtisaslar üzrə kadr çatışmazlığı müşahidə olunur. Bunu Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov komitənin iclasında bildirib. Həmçinin qeyd edib ki, regionlardakı boşluqların aradan qaldırılması üçün müxtəlif mexanizmlər üzərində iş aparılır. Rezidentura keçmədən həkimləri təkmilləşdirmə institutunda müəyyən müddətdə ixtisas artırmaqla bu və digər bir neçə dərkin ixtisas üzrə həkimlərimizi biz periferiya regionlara göndərə biləcək ki, orada o boşluqları onlar doldura bilsinlər və regionda çalışsınlar. Həkimlərin daha uzun müddətli, hətta 65 yaşdan sonra da qalıb fəaliyyət göstərməsinə icazə veriləcək və bu istiqamətdə də ciddi iş aparılır.